biz mənim balamın dırnaqlarını tutacağıq. Gözümün içine bak Ponçik. Hiç şımarıklığı sevmiyorum. Beni biliyorsun. Ben seni böyle yetiştirmedim. Sen terbiyeli uşaksan. İnsan anasına karşı gelmez. Terbiyevi göstersen burada. Dittili. Gözümün içine bak. Gözümün içine bak. Sen məo elədikcə mən sənin dırnağını bırakmayacağım. Ondansa sakit dur. Məncə başa düşdün çılğın çocuq. Evdə xanımlar var, deyəcəklər ki, bu uşaq niyə tərbiyəsizdir? Bu heç anası ona tərbiyə verməyib. Mən də üzüləcəm. Halbuki mən onlara demişəm ki, mənim Ponçiyim çox tərbiyəli, çox ağıllı, çox anasını heç incitməyən ağıllı baladır. Onlar da deyirlər, hiç başka pişiklər, heç deyirlər quyruğu indi. Heç başka pişiklər belə deyil. Çünki mənim balam ağıllıdır. Mənim balam çox tərbiyəlidir. Mənim balam anasını heç incitmir. Mən şirin çayımın dırnağını tutacağım. Başqalarının pisikləri qısqırır. Mən balam işi deyir ki, anam çox yorulub, anam işləyir. Ona görə mən anamı əsəbləşdirməyim deyir. Çünki mənim balam çox ağıllıdır, çox tərbiyəlidir. Anasının balasıdır. Heç anasını incitmir. Məzinin bu toxma, bu yaxşıdır. Qızır, bu gözə dəydi nə? Anasının balası, anasının canı. Anası, yaxşı. Sənsən mənim. Eskinin xəydədiyəm, sən gülüm ol xatirəm. Xatirəm, şəvəgəlim ol xatirəm. Kimin belə bolaşı var, kimin belə babaşı var. Nəhnənəni. Mənim balam anasını hirsləndirmir deri. Vəssalam, mənim balam qəşəng uşaq oldu. Mənim balam qəşəng bala oldu. Ayama dik su, tənşo, titiri. O necinin böyləsi. Bax görsən, heç nə mən əsəbləşdim, nə də sən üzüldün. Başqa pişiklər səni görəcək. Deyəcək ki, ana, bu pişik Ponçik anasını incitmir. Biz də öz anamızı incitməyək. Sən anan kimi örnek olacaqsan. Mən səni çox tərbiyəli böyütmüşəm. Mən tərbiyəsiz insanları sevmirəm. Sən çox tərbiyəli insansan. Deyilsən bir şeysən. Sağ ol elə. Sağ olun arkadaşlar. Gelen görüşlere kadar.